uşaqları müqayisə etmək bir mənalı olaraq qadağandır. Uğurlu insan tərbiyəli olmalıdır. İndi uğurlu övladın meyarı böyükləri saymamaqdır. Günümüzdə valideynlərin çoxu övladının gələcəyini düşünərək onu daim daha yaxşı olmağa məcbur edir. Ən yaxşı məktəb, ən yüksək bal, ən uğurlu peşə. Amma bəzən bu istəklər uşağın imkanlarını, yaşını və ehtiyaclarını kölgədə qoyur. Uşaq valideynin arzularını daşıyır, amma öz arzularını tanımağa vaxt tapmır. Əgər sən həddindən artıq uşağa hakimiyyət eləyirsənsə, onu qorumaq istəyirsənsə, uşaqda xəllaqiyyət, kreativliyi azaldırsan. Psixoloji baxımdan uşaqda müstəqil olmaq instinktini öldürürsən, o bacarığı öldürürsən onda. Bir qədər uşaqda müstəqil olmaq üçün imkan yaratmaq lazımdır. Bu balansı kim qorumalıdır? Valideyn qorumalıdır. Valideyn hardan bilməlidir bunları? Oxumalıdır kitabları. Dərslər, əlavə kurslar, imtahanlar. Uşağın günü bəzən səhərdən axşama qədər planlanır. Oyun isə vaxt qalarsa siyahısına düşür. Halbuki oyun uşağın əsas ehtiyacıdır. Bu onun dili və inkişaf yoludur. Ağır və yaşa uyğun olmayan tədris yükü bəzi uşaqların mental sağlamlığında müəyyən risklər yarada bilər. Belə ki, davamlı akademik təzyiq uşaqlarda xroniki stres, emosional tükənmişlik, eyni zamanda motivasiya itkisinə səbəb ola bilər. Ümumiyyətlə, oyun uşaq inkişafında çox önəmli bir yer tutmaqdadır. Çünki oyun təkcə əyləncə deyil, eyni zamanda onun psixik inkişafına yön verən bir vasitədir. Çünki uşaq oyun fəaliyyətində öz emosional tənzimlənməsini həyata keçirir. Oyun zamanı uşağın sosial münasibətlərdə özünü ifadə etmə bacarığıdır, problem həll etmə bacarığı, yaradıcılıq bacarıqları inkişaf edir ki, bu günlərin məsələn, bunlardan məhrum qalan uşaqlar artıq bunun dezavantajını yaşamaqdadır. Bugün uşaqların vaxtı əsasən böyüklər tərəfindən idarə olunur. Dərs vaxtı var, kurs vaxtı var, məşq vaxtı var. Amma sərbəst vaxt yoxdur. Uşaq özü üçün seçim etməyi, boş vaxtı idarə etməyi öyrənmir. Uşaqlara boş vaxtın verilməsi önəmli xarakter daşıyır. Çünki boş zaman çərçivəsi psixika üçün bərpa edici bir funksiya daşımaqdadır. Həmin o boş zaman çərçivəsində idrak və emosional sistem balanslaşdırılır. Boş vaxtın verilmədiyi təqdirdə uşağın günü artıq davamlı olaraq planlı şəkildə həyata keçirilir. Bütün günləri planlı olan uşaqlarda qeyri-müəyyənliyə dözümsüzlük də yaranır ki, bu da yetişkin həyatında mental sağlamlıq problemlərinin yaranma riskini artıran faktorlardandır. Xüsusilə burada biz təşviş pozuntularını nümunə göstərə bilərik. Şəhər həyatı daralıb, həyətlər yox olur. Təhlükəsiz oyun sahələri azalır. Valideyn uşağı çölə buraxmağa tərəddüd edir. Uşaq isə dörd divar arasında böyüyür. Uşaq həkimləri deyir ki, uşaqlar torpağın üstündə gəzməlidir. Onların ayaqları torpaqla təmas qurmalıdır. Bu, onların fiziki və psixoloji sağlamlığına böyük töhfə verir. Təəssüflər olsun ki, şəhər mühitində, bina evlərində bu çətinləşib. Bəli, valideynlər uşaqlarını parklarda aparıb ayaq-yalın gəzdirə bilərlər, amma bu az halda baş verir. Şəhər mühitinin bir problemi budur. Başqa problemləri də var şəhər mühitinin, uşaqların böyüməsində. Bəli, zəmanə dəyişib, texnologiya həyatımıza sürət gətirib, amma bəzən uşaqlıqdan sakitliyi alıb. Telefonlar, planşetlər, ekranlar, uşaqlar real oyunu virtual dünya ilə əvəz edir. Odur ki, uşaqlıq itən bir dövr deyil, qorunmalı bir mərhələdir. Uşağı gələcəyə hazırlamaq vacibdir, amma onu bu gündən məhrum etmədən.